Salam hər kəsə, Doktor Dilgən, mən plastik rekonstruktiv estetik cərrahi uzmanı. Bugün ilk vəkamız bilateral süd vəzi rekonstruksiyası idi. Xəstə gənc bir xəstə idi. Sadəcə daha öncə bir neçə dəfə fibroadenom rezeksiyası olmuşdu və ailədə də tümör ölçüsü olduğu üçün ailəsəl yatqınlıq, özəlliklə birinci və ikinci dərəcəli qohumlarda məmə xərçəyi riski olduğu üçün və eyni zamanda paritəsində tamamladığı üçün biz qərara gəldik ki, Ceyhun doktorla birlikdə bu xəstəyə həm mastektomi olunsun, simple mastektomi, həm də eyni zamanda süd vəzi rekonstruksiyası olsun. Ceyhun doktor və ekibi nipple spray mastektomi, yəni süd vəzi başı qoruyucu və eyni zamanda süd vəzi dərisi qoruyucu mastektomisini gerçəkləşdirdi. Arxasından biz isə hər iki süd vəzinin rekonstruksiyasını etdik. Təbii ki, bu xəstələrdə standart xəstələrə müqayisədə daha effektiv, daha yaxşı nəticə əldə etmək olur. Çünki profilaktik mastektomi olan xəstələrdə həm cild qalanlığını və eyni zamanda dəraltı yağ toxumasını kifayət qədər saxlaya bilirik. Həm də bu xəstələrdə məmənin süd vəzinin anatomik bütünlüyü pozulmadığı üçün kifayət qədər daha yaxşı estetik və eyni zamanda xəstəndə tatmin edəcək nəticə əldə etmiş oluruq. Dolayısıyla da standart süd vəzi estetikasından fərqli olaraq rekonstruksiyası çox fərqli bir cərrahiyyədir. Burada ediləcək əməliyyatın tipi, tümörün yerləşmə yeri, dəri elastitəsi, süd vəzinin ptozun dərəcəsi, xəstənin yaşı, seçiləcək cərrahi texnik, bunların hamısı nəticəyə təsir edən faktorlardır. Sağ olun.